Herkese selamünaleyküm. Bugün sizlerle birlikte Emin Hüseynov'un videolarına bakırıq. Hələ də kanalıma abunə değilsinizsə aşağıdan kanalıma abunə olub videomu da like atmağı unutmayın. Emin Hüseynov da hələ də takip eləmişsə açıqlamaya qoyduğum linkdən takip edə bilərsiniz. Doğulan kimi uşağa səhifə açan valideynlər. Oğlunuz oldu. Tez mənə verin. Nə olur ki? Uşağı nə edirəm? Telefonu verin mənə. Hayda. Instagram səhifəsi açır. Yox artıq. Ay Allah. Tam bu qədər də yox da. Yəni pişiklər vlog çəksəydi. Bugün istədim bir günümün vloqunu sizinlə paylaşım. İlk öncə isim hərəkətlərimi elədim. Sərcandan çox yorğun idim, biraz özümə gəlməliydim. Sonra biraz stolun altında uzandım, biraz oranı cırmaqladım və süfrənin ipi o qədər qəşəngdir ki, onunla oynadım. Sonra stolun üstündəki butulkanı biraz yumruqladım. Bilmirəm niyə eləyirəm. Miyav. Anidən yemək paketimin səsini eşitdim və tez qaçdım yeməyə. Burada gözəlcə yeməyimi yeyirəm. Kaş biraz daha çox olardı, amma nəysə. Sonra sahibim qapını açsın deyə biraz yalvarmağa başladım. Miyav, biraz şirin olmalıydım. Sonra ən sevdiyim şey bir ip gəldi və onunla oynadım. Yerə düşdü və o mənim oldu. Çox əyləndim, yoruldum və sahibim ən sevdiyim hərəkət elədi. Rahatladım və yatdım. Bugünlük bu qədər. Sağ olun. Allah həqiqətən pişiklərin bir günü belə keçir yəni. İmnur Ruslan var idi məktəbdə. Onun bacısı qardaşı var. Ruslanın 2 dənə qardaşı var. O balaca olan, bir sən necə adamdır bilir. Yazıq. Hayda. Çelimsiz. Hayda. Arı oğlandı, nə gəlinə salam verir, nə deyir özünə bilmirəm. Yazıq. Amma həqiqətən belə olur. Yazıq. Amma o birisi elə gəlsin, salam qaqa, açarı qoyursun onun üstünə. Lovğat olmuş. Ya bir də təcə paş oğlandı da, biraz belə. Sən yaxşı işçi zad da var, yaxşı yerdə işləyən, belə otursun. Eyni belə olur həqiqətən. Yəni nə mənə bir oradan qəlyanı ver, gətir bunu zad mənə, yəni özün bildin nə. Hər kəs salam, Ağdam vlogu ilə qarşınızdayım. Yanımda Pələng var. Salam Pələng. Yola çıxdım və biraz acıdım. Pələng mənə dedi ki, Fatima, səni qutab yeməyə aparacam. və biz gəldik. Burada da Pələng var. Mən elə bildim o F-30 sürür, amma cross sürmüş İran. Xala var, dedim xala Çezarlı qutab verəcəm. Mən dedi elə bir şey yoxdur qızım. Dedim bu necə bəla. Məcbur Pələnglə vegetarian göy qutab verdi və yolumuza davam edirik. Ağdama çatdıq və Tərəvəz shopda dayanacaq. Bilirsiniz ki, Ağdam marketinqlə məşhurdur. Soruşdum, Caya sizcə avokado var? Caya mənə baxdı, mən ona baxdım. Sonra baxdım ki, Tiger orada öz üçün nəsə bir şey eləyir. Gəldi mənə dedi ki, Neyinirsən ya avokadonu? Gəl qarpız yeyək. ya belə çuşqacaq. Məni bir çayının yanına gətirdi və bir də nə görsəm yaxşıdır. Padrugam Sabina yerdə gəzir. Hayda. Vaxt Sabina Rüfatı belə əlimdən almışdı və bir də gördüm üstümə gəlir tez qaçdım axmamaya. Dayı bizi yola salır və bugünkü vlogumuz bitir. Biz Amma evə super qayıdırıq. olub. Çox super olub, bəyəndim. Rusca cavab verən baxarsan, afisant əsəb vericiliyi. Privet. Salam. Məndə bir dənə Sezar salatı olacaq. Aha, один Sezar. Hayda, Bir dənə bu. burger olacaq. Aha, Eyni, один eyni. burger. Что есть купить? Adam qıcıq olur, belə. İçməyə də bir dənə kola zəhmət olmasa. Aha, один кола классик. Aha. Еще что-то будет? Siz Azərbaycanca danışa bilmirsiniz. Danışabilirim. Başka ne istiyorsunuz? Bəs niyə danışmırsınız? Я говорю по-русски, потому что живу в России. Я хочу могу говорить азербайджанское. Rusca da o qədər də. Hə, baxarsın Amma o həqiqətən adam çox əsəb olur belə olan. Dövlət Baxın, xəstəxanası xaosu. Axım, gözlə bir səbirli ol da, bir həkim gələcək. Mən danışmışam. İndi bir 5 dəqiqə, 10 dəqiqə burada da hardasan. Bir xahiş edirəm, səbirli ol. Biz də işləyirik, biz də işləyirik. Xanım, belə səhərdən desən gələcək. Mənim şəkərim var, mən saat 90-da Afqana durmuşam. Nə vaxt gələcək bu həkimi? Belə olmaz axı, belə iş olmaz axı. Xanım, səbirli ol gələcək. Fatı, mənə tort qoydun, sən etməyimsən. Hər vaxt işləyərmiş işləmirsən ha? Ana burada həkimə getməliyim. Mən burada böyrəyim xəstədir. Mən cəmicə bir saat işləmişəm. Mən məktəbdə getməliyim. Amma bu xaos yəni həqiqətən, yəni bilmirəm niyə belə olur. Həmişə o özəldə belə bir şeylə rastlaşmırsan. Раул, слышишь? Моя любимая супергерой это Спайдермен. Делаешь нормально. Salam qaqa. Burada müəllimə otağı hardadır? Deyirəm müəllimə otağı Ha, hardadır? как salam брат. Müəllimlər otağı. Raul,
Malımlar orada qardadır. Amma yəni niyə belədirsə, mənim də elə tanış dostlarım vardı. Onlarda da belə olurdu həmişə. Herkese selam. Bugün bir fitness Fatıma'nın vloguyla karşınızdayım. fitness Gittik. vlogu. Razvakadan çıktım. Gedirdim zala. Bir de gördüm burada yaşlı bir olan şekli var. Adı da Hilalıymış. Sonra girdim zala ve ilk gördüğüm adama Privet Gagdila dedim. Çünkü ben hamını tanıyorum. İlk önce pilates topunu götürdüm ve çok güzel isim hareketleri elədim. Ama süperdi Baxın burada necə videoları. möhtəşəməm. Dik keçirəm çox effektiv popa məşqinə. Burada çox gözəl hərəkətlər eləyirəm. Baxın. 1, 2, Qəşəng, 3. qəşəng. O qədər yaxşı gəlir ki, popa məşqi mənə. Sonra 3 set 15 dəfə şəkil set çəkdirdim. Burada 15 dəfə. gözəl ya fotkilərim var. Qəşəng. Очень красивая девушка. Keçdim planku. Aha bil ki bu çox çətin bir hərəkətdir. 1, 2, ah kakaya. Olaraq da kardiomu edirəm və artıq hazıram. Bugünün məşqi çox əla keçdi. Qəşəng. Sağ olun. Qəşəng həqiqətən super. Yaşlı qadın ağrı hiss eləmə səsi. Dedim canım yeməyin. Uy 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 belim uy. Dedim canım yeməyin. Amma o həqiqətən yəni ağrıdan o elə olur. Yaş artdıqca artıq bilmirik indi biz qocaldıqda biləcək necə hisslərdir. Allah hər kəsə uzun ömür versin. Qarpızsan. Səs qəşəng. Rayonda yolun ortasına dayanan o vecsiz inək. Hə. Çox təəssüf ki olur. Sən də maşından yanından yavaşca keçirsən. Rayonda hər şeydən iyrənən o tip. Ay, niyə eləyir? O sırada mən Gəlir. Bunu dəyişə bilərik. peşə vecimə deyil. Görsən təmizdir. Ay da böcək. Arı. Hayda. Normalda axı təbiətdə. Ay da bundan su iyi gəlir. Su iyi. Bunu da dəyişə bilərik. Sizdə saatlardan nə var? Xan, belə bizdə manqa saat var, süzmə var, açqa var, sonra sveji var, hansına gətir? Sezar yoxdur. Sezar nədir həqiqətən? Mən nə yeyəcəm? Fatimanın İstanbulu rəfiqəsi ilə Bakı Merhaba vlogu. Sima. Salam Fatima. İlk önce onu Aha. güzel bir nar yemeğini çıkardım. Nasıl Sima? Bakıda yemekler çok tatlıdı. Dedi ve... Daha sonra dondurmamız geldi ve danıştık. Nasıl diyelim? Tatlı yiyelim, tatlı konuşalım. Sonra bana Fatima, ay bacı gel seni içeri şehre Fatima. aparacağım deyip. Pozumu verdim ve içeri Geçer. gidiyoruz. Burada biraz geziyor ve Sima birden dedi Ay ki... Allah, Bakı çok güzeldi. Daha sonra onu Hakikaten kız dansına çok getirdim ve güzel. dedim ki burada böyle bir kız olmuş. Onu istedi ona vermemiş. O kendi atmış. Ya ben bu kız kulesine bayıldım. Dedim Sima kız kulesi yok, kız galası. Biz buna kız kulesi değilik ahı. Dedi. Dedim ay Sima çok komiksin. Sonra beni Fatima bulvara apardı, pozlarımızı verdik. Bura çok yaşankti. Daha sonra Sima'ya dedim gel seninle coffee shop yaparım. Çünkü burada glamour kadar coffee shoplarda oturur. Ben de Oha. ay bacı Fatima, glamurka ne demekti dedim. Dedim ay Sima sen de işini bilmirsen. Yani glamour kadar yani sosyetik. Sonra Oha. bayağı eğlendik, güldük, zarafatlar eyledik. Coffee shop çok hoşuma geldi. Daha sonra veda zamanı geldi ve onu yola saldım. Fatimanı çok isteyirəm, vedalaşanda pis oldum. Bugünlük bu kadar. Belə vloglarım Gelmesini istəyirsinizsə beğenin. Qəşəng, bəyənək. Təzə gəlinin Bibi, qonaqlıqda Bibi, ilk nə dəfə tərsən, ay gördüyü yaşlı Bibi? qadına göstərdiyi şou. Can, ay bibi, ürəyimsən, ay bibi. Ay bibi, inan səni elə çox Yemin istəyirəm. Ay edir. bibi, ürəyimsən, ay nənəm, ay bibim, nənəm. Ay bibi, qoy onu yerinə indi öz verirəm. Ürəyim, qoy gəlirəm, ürəyim, Aha. demə gəl. Bibi can, inan Allaha, sən mənim öz doğma nənəmsən, sən mənim doğmamsan. Aktyorluq kursu. Oçaq arvadı da. Nənəmə deyirəm, ay nənəm, mən getməliyəm dərsə, mənim Hay şalvarım. Allah. Çox qızıb oluram o Deyir kursu orada. görəndə. Gidib geyinirəm, belə normalda adamın şalvarlarında bir əksi olar da. Mənim nənəm bir də baxıram, mənim şalvarımda nəsə artıqdır. Hayda. Nahar bu götürüb bütün cırıq şalvarlarımı tikib. Dedim, az sən nağarmısan, ay nana. Baxın, Ay, bu nana, qədər sən yəni adam çox belə qəribə hiss edirəm də o aktyorluq kursunu gördükdə. İstanbula gedən influencer. karşınızdayım. Merhaba. Aha.
kombinimi elədim və çıxdım şəhərə. Bura Beşiktaşdır. İlahi çox gözəldir. Orada biraz gəzdim və sonra mindim vapura. İnanırsınız, burada hər şey vapurla gedirəm. Hər yer vapurla gedirəm və baxın Boğaz Kulesi. Burada biraz heyran qaldım. Canım İstanbulum. Sən nə gözəlsən axı. Ama İstanbul Sonra çox keçdim böyükdür. Üsküdar'a və burada bir dayı var, çox şirin. Dedim, dayı mənə bir simit verə bilir misin? Dedi, evet və burada simitimi yeyirəm və arxamda Kız Kulesi var. Burada gözəl. bir adam özünü atıb uşaq. Sonra keçim biraz alış-veriş, amma burada hər şey çox bərbad idi, bəyənmədim və tez keçdim kofeyə. Burada bir türk dostum vardı, onunla biraz danışdım. Aha. Nasıl derlər, muhabbet. Sonra biraz quşları çəkdim, çox gözəl və keçdim mola. Bir adam çıxdı qabıma, dedim, "Gide Zara?" Baxdı, dedi, "Nasıl?" Dedim, "Gide Zara." Dedi, "Nasıl?" Dedim, "Canına Azara." O qədər yoruldum və özüm Zara'nı tapdım. Neysə, bu qədər mən getdim alış-verişə. İndiki uşaqların adları. Görmüsən? Deyən qoy göstərim. Bax, qızım Adel. Aha. Bu da oğlum Zeyd. Maşallah, Allah saxlasın. Çox sağ ol. Sənin bacının uşaqları var idi. Hə, bacımın o uşağı, oğlunun 2 yaşı var. Adı Bartudur. O Bartu. qızı da indi təzə olub, adı Mandarina. Sən Mantarina. bu fikrini görsən bax. Hə, hələ mənim əmimin nəvəsi olub təzə. 2 qardaşdılar da, iki qardaş. Bir oğlan birinci təzə böyük olanda, böyük olan Qırat, balacası da Dürat. Hayda. İnan elə qəşəng Göz uşaqlardır ki. qaranlıqda saxlamaq Hə, maşallah. Mən də həmişə Adları ilə böyüsün. adları ilə böyüsünlər. Elə bir qonşumuz var. Adı nə idi onun? Qızının adı Vanilyadır. Vanili. Hə, indi görək o birisinə çiyələk qoymaq istəyir. İndi Hə, inşallah. bir-iki dəfə ilə Çiyələk. məsləhətləşir də görək nə olacaq. Bu videomuzda sonuna geldi. Videomu beğendiyse aşağıdan like atıp kanalıma da abone olmayı unutmayın. Sağda solda çıxan videolarda izləməyinizsə keçib izləyə bilərsiniz və bunu da unutmayın ki, sevilirsiniz.